Xameyni hələ də sakitləşməyib də. Deyir, lazım olsa bilsək, hansı ki ölkələr bizə qarşı aqressiya göstərsə, biz onları vuracağıq. İran lazım bildiyi zaman Amerikanın yaxın şərqdəki mühüm mərkəzlərinə qarşı tədbir görəcək, Xameyni deyibdi. Rubrika.az xəbər verir ki, bunu İranlı ali dini lider Ayətullah Əli Xameyni deyib. Təbii ki, böyük bir hadisə baş verdi. İranın regiondakı mühüm mərkəzlərə çıxış əldə edə bilməsi və lazım gəldikdə Amerikanın bölgədəki mühüm mərkəzlərinə qarşı tədbir görə bilməsi bu kiçik hadisə deyil, böyük hadisədir. Gələcəkdə bunun təkrarlanması mümkündür. Təcavüz olduğu halda şübhəsiz ki, düşmənin və işğalçının itkiləri yüksək olacaq, Xameyni xəbərdarlıq edib. O hər dəfə deyir, kim bizə qarşı aqressiya göstərsə, həmən vuracaq. O, İranın Qətərdəki Amerika Əl-Üdeyd bazasına zərbələr endirməsini Amerikanın üzünə güclü sillə adlandırıb, yəni sillə kimi vurmuşuq. İsrail iyun 13-nə keçən gecə İranın qızı ilə hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək ona qarşı əməliyyata başlayıb. Qrupların havadan bombardmanlarının və başqalarının hədəfi kimi nüvə obyektləri, generallar, görkəmli nüvə fiziklər və hava bazaları olub. Bəli, Xameyni sakitləşmir və İran ithamları rədd edib və öz hücumları ilə cavab verib. İyun 22-sinə keçən gecə Amerika İranı nüvə obyektlərinin bir dəfəlik hücumuna qoşulması ilə iki tərəf 12 gün ərzində bir-birinə zərbələr mübadiləsi aparılıb. Bundan sonra Tehranın iyun 23 axşam saatlarında Qətərdəki Amerikan Əl-Üdeyd bazasına raket zərbələri endirib və İran tərəfinin daha da gərginləşdirmək niyyətində olmadığını bəyan edib. Bəli, ona görə deyir, heç kim bizə aqressiya göstərməsin, Xameyni deyir.